Daha bir küçə adını da göstərim sizə. Deməli, bax, bayaqları dayandığım tin İmarət küçəsi ilə Pənahəli xan küçəsinin, köhnə Süleyman Sani Axundov və 20 yanvar küçələrinin kəsişməsi idi. Bayaq dayandığım yer oraydı. Və orada dedim ki, bu sarı kran olan binanın tinində İmarət küçəsi bitir kimi görünür. Amma baxın, hələ davam edir. Ola bilər ki, buradan o yana, indi aşağıdan baxanda görmürdüm. Aşağıdan görünmürdü. İndi burada biraz dikdir də bura. Qalxmışam, görünür. Və bu küçə davam eləyir. İmarət adı ilə mi davam eləyəcək, yoxsa o başqa küçə olacaq, başqa ad daşıyacaq, onu bilmirəm. Amma ta ki o əsas magistral Bərdədən gəlib Təzəkənd postundan girib düz yol var ha, Ağdamın içinə təzə çəkilən yol. Bax, enli. Qabaqda da bir hissə nümunə hissə olaraq düzəldilib. İşıqları görünən tərəf. Bax. Nümunə küçə kimi ora düzəldilmişdi. Səkiləri, velosiped yolu hamısı. Bir nömrəli məktəbin yanından keçir və uzanır. Üzü qarşıya gedir. Bax, həmin küçə Bərdə Ağdam yolu gəlir, girir Ağdamın içinə və uzanır, gedir. Yəqin ki, o başpolana görə şəhər ətrafı dairəvi yolun bir hissəsi də düşür bu küçəyə. Həmin küçə Heydər Əliyev prospekti adlanır. Baxın bu küçə. 4-cü məhəllə, 4-cü yaşayış məhəlləsinin qarşısından gedir. Burada Azərişığın Böyük Təlim Mərkəzi də var. Yanı da Mərkəzi Park olacaq. Muğam Mərkəzi, onun arxası, yan yörəsi Mərkəzi Parka düşəcək. Və yanından keçən küçə Heydər Əliyev prospekti. Bu da daha bir kommersiya binasıdır. Ağdamda ilk təməli qoyulan yaşayış binasıdır. Park Qarabağ. Ağşəhər üslubunda tikilən binalardandır.